Salam, hörmətli müəllimlər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum təlimçisi Hikmət Mürsalov. Müəllimlər, bugün maraqlı bir mövzu ilə tanış olacaqsınız. Bu mövzu Brunerin koqnitiv öyrənmə nəzəriyyəsidir və nəzərinizə çatdırım ki, bu mövzu əvvəlki illərin imtahan çərçivəsində yox idi, amma bu il artıq imtahan çərçivəsində bu mövzunun adını mütləq görəcəksiniz. Və digər nəzəriyyələrdə olduğu kimi bu gün bu mövzuda da əvvəlcə müəllif haqqında bəzi məlumatlar verməliyəm sizə, sonra isə nəzəriyyənin ideologiyası, əsas prinsipləri haqqında danışa bilərik. Bruner Amerikalı bir psixoloq olub və o koqnitiv psixologiya sahəsində geniş miqyaslı işlər görüb. Bruner əsasən uşaqlarda öyrənmə, idrak, qavrama, yaddaş və sairə kimi amilləri tədqiq edib və əsasən uşaqların necə öyrəndiyini praktikadan keçirərək, yəni müşahidə eləyib, tədqiqat aparıb və belə bir nəzəriyyə yaradıb ki, koqnitiv öyrənmə nəzəriyyəsi. Bu nə deməkdir? Əvvəlcə gəlin ondan danışaq ki, Bruner əsasən bizə nəyi təklif edir burada? Brunerə görə uşaqlar öyrənmədə aktiv bir tərəf olmalıdırlar. Düzdür, biz bunu həmişə söyləmişik, kurikulumun digər mövzularında da siz bu fikrə rast gələ bilərsiniz. Amma Bruner bunu geniş miqyasda araşdırır. Yəni, şagirdin öyrənməsi üçün və yaxud bir uşağın öyrənməsi üçün təkcə onun aktiv şəkildə hərəkət etməsi bəs etmir. Burada əlavə amillər də olmalıdır. Əsasən birazdan onların izahını verəcəm sizə. Amma bundan danışaq ki, öyrənmədə aktivlik olmasa nələr baş verə bilər? Təsəvvür edin ki, öyrənən insan passiv şəkildə sadəcə dinləyir və ona heç bir istiqamət verilmir, heç bir hərəkət yoxdur, aktivlik yoxdur və ən əsası da praktika yoxdur. Təbii ki, belə olanda həmin azyaşlı uşaq mövzunu tam dərk edə bilmir. Bruner də bizə məhz bunu təklif edir ki, yəni koqnitiv öyrənmə nəzəriyyəsinin əsas prinsiplərindən biri budur ki, bəli, uşaq öyrəndiyi zaman aktiv olmalıdır və həqiqi praktik proseslərdən keçməlidir. Əgər praktika olmasa, o öyrəndiyini dərk etməyəcək, onu tam başa düşməyəcək. Əslində bu fikir bizə yad deyil. Yəqin ki, siz də xatırlayırsınız. Biz Piagetin zehni inkişafı mərhələləri adlı bir nəzəriyyəsini keçmişiksə, bu nəzəriyyənin izahını tapmaq istəyirsinizsə, kanalımıza daxil olub axtara bilərsiniz. Bu mövzu haqqında bəzi izahlarımız olub bizim. Müəllimlər, Piagetin əsas ideologiyasını yada salmaq lazımdır. Həmin nəzəriyyədə bildirmişik ki, Piagetin dediklərinə görə uşaqlar əsasən ətraf aləmi özləri dərk etdikdə daha yaxşı öyrənirlər. Yəni siz uşaqlara bir çox şeyi izah edərək, onlara nəyisə tam şəkildə başa salaraq, onların əlindən nəyisə axtarıb tapmaq şansını almış olursunuz. Yəni bu qısacası o deməkdir ki, uşaqlar əsasən özləri praktikadan keçirməlidirlər, tətbiq eləməlidirlər ki, öyrənsinlər. Bax, həmin xüsusiyyət bu gün bizim danışdığımız Brunerin koqnitiv öyrənmə nəzəriyyəsində də var. Amma Piagetin nəzəriyyəsi ilə nə qədər ortaq fikirlərdə də olsa, bəzi məqamlarda fikirlər bir-birini tutmayacaq, bir-birinə zidd olacaq. Gəlin məhz bu məqamlara toxunaq. Məsələn, Bruner şagirdlərin həqiqətən də Piagetdəki kimi həmin fikri dəstəkləyir və bildirir ki, uşaqlar daha çox aktiv tərəf olmalıdırlar və onlar prosesdə həmişə tətbiqdən keçməlidirlər. Praktika olmalıdır ki, onlar öyrəndiklərindən bir məna ala bilsinlər. Bax, Bruner bunu söylüyor. Amma əsas fərqlərdən biri odur ki, Piaget bunu əsasən yaşlara görə bölüşdürmüşdü və hər bir mərhələnin də öz yaş qrupları var idi, xatırlayırsınız hamısını. Və Piagetin əsas fikirlərindən biri odur ki, əgər həmin yaşa gəlib çıxmırsa, ikinci, üçüncü və yaxud dördüncü mərhələyə gəlib çatmırsa, o orada olan anlayışları öyrənə bilməyəcək. Məsələn, təsəvvür edək, uşaqlar abstrakt anlayışları təbii ki, bir müddət anlamırlar. Amma müəyyən qədər yaş artandan sonra, zehni inkişafın digər mərhələlərini atladıqdan sonra, bəzi mücərrəd anlayışları yavaş-yavaş düşünə bilirlər. Amma bir müddət sonra ümumiyyətlə bütün abstrakt anlayışlar haqqında həm düşünə bilirlər, həm onları dərk edirlər. Bruner isə bunu bu cür vurğulamır və bildirir ki, Piagetin fikirləri ilə bir qədər razıdır. Məhz insanın, yəni bir uşağın ətraf aləmi özü dərk etdiyini Bruner də
irəli sürür və deyir ki, həqiqətən də tətbiq olmalıdır. Özü öyrənməlidir, özü hərəkətdə aktiv olmalıdır ki, öyrəndiyinin mənasını da, əhəmiyyətini də başa düşmüş olsun. Amma Piagetdəki kimi bunu yaşlara bölmək düzgün deyil. Çünki əsasən bizdən də çox şey asılıdır. Yəni biz azyaşlı bir uşağa necə öyrədiriksə, biz ona necə istiqamət veririksə, bizim ona verdiyimiz köməkdən də çox şey asılı olacaq ki, əgər biz düzgün strategiyalarla uşağı öyrətməyə çalışsaq, hətta biz abstrakt anlayışları müəyyən qədər uşağa öyrədə bilərik. Yəni bunun üçün gözləmək lazım deyil. Məsələn, Piagetdəki kimi gözləmək lazım deyil ki, bir neçə il keçsin, daha sonra ona abstrakt anlayışlardan danışaq. Hətta Brunner bunu da söylüyor ki, bu inkişafı ləngidir. Ona görə Brunner məhz bu məsələyə doğru baxmır. Deyir ki, düzgün prizmadan yanaşmırıq bu məsələyə. Amma ən düzgün necə olmalıdır? Məhz bu nəzəriyyədə bəli, bizə artıq bu təqdim olunub. Müəllimlər, əsasən baxın, onu bildirmək lazımdır ki, bu həm də Brunnerin fikirləridir. Uşaqlar bəzən bizə elə gəlir ki, nəyisə əzbərləyirlər və bu onlarda avtomatikləşir. Yəni avtomatik təkrarlayırlar və öyrənmiş olurlar. Amma əslində belə deyil. Uşaqlar həqiqətən öyrəndiyi haqqında düşünməlidir, aktiv şəkildə ondan istifadə etməlidir və praktikadan keçirməlidir. Əgər onu praktikadan keçirmirsə, bu sadəcə bilik toplamaqdır. Amma sadəcə bilik toplamağın da bizə bir faydası yoxdur. Yəni həmin o öyrənən uşağa bir faydası yoxdur. Baxın, Brunnerin əsas prinsiplərindən biri də elə budur ki, əgər bir uşaq sadəcə bilik toplayırsa pasiv şəkildə, bu öyrənmə demək deyil. Gərək o həmin öyrəndiklərini problem həll etmədə istifadə eləsin, praktikadan keçirsin, məntiqi düşünsün, hətta bəzi yeni situasiyalarda başqa fərqli hadisələrdə bu öyrəndiyindən istifadə eləsin. Əgər biz şagird üçün, daha doğrusu uşaq üçün bu mühiti qurarıqsa, bu şansı ona verəriksə, o zaman abstrakt anlayış olsa belə öyrəndiyini daha yaxşı öyrənəcək və onun əhəmiyyətini də anlayacaq. Yəni digər bir mərhələlərə ehtiyac yoxdur. Piagetdəki kimi gözləmək lazım deyil ki, hər hansısa bir yaşa çatsın, daha sonra onu öyrənsin. Bax bu yəqin ki, uşağı inkişafdan saxlayır, zehni inkişaf daha ləng getmiş olur. Müəllimlər, fikir verdinizmi? Az öncə səsləndirdiyim fikirlərdən də biri oldu ki, uşaqların öyrənməsində bizim verdiyimiz istiqamətin də rolu var. Yəni, müəllimlərin şagirdlərə nə təqdim etdiyi də, uşaqlara necə öyrətdiyi də çox məna kəsb edir. Və biz bunu başqa bir nəzəriyyədə də səsləndirmişik. Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsində bəli bundan danışmışıq. Demişik ki, dilin rolu burada maksimumdur. Məsələn, Piaget'in nəzəriyyəsində dilin rolu minimum idi. Hətta bu 4 mərhələdən sadəcə birində dilin rolu var idi ki, uşaqlar dil açırdılar, ona görə suallar verirdilər və məhdud düşünürdülər. Düzgün nəticə çıxarmasalar belə, amma ümumiləşdirib nəticə çıxara bilirdilər. Yəni müəllimlərin öyrətməsi deyəndə bax bu nəzəriyyə həm də burada Lev Vygotskyinin sosial inkişaf nəzəriyyəsi ilə ortaq addımları atmış olur. Çünki həmin nəzəriyyədə biz scaffolding öyrənmişik, yaxın inkişaf zonasından danışmışıq və fikir verirsiniz ki, orada müəllimin şagirdə verdiyi dəstək həqiqətən də çox önəmli idi. Yəni, müəllimin fasilitator olduğunu nəzərə alsaq, bəli, öyrənənə istiqamət verilməlidir, dəstək verilməlidir ki, öyrəndiyini dərk eləsin, başa düşsün. Yəni fasilitator müəllim üçün bu önəmlidir ki, öyrətdiyin anlayışı qarşıdakı uşaq anlasın. Əgər onu anlamırsa, deməli tətbiq edə də bilməyəcək. Müəllimlər, gəlin Brunnerin bizə əsasən təqdim etdiyi öyrənmə üsullarından, yəni modellərdən danışaq. Brunnerin söylədiyinə görə uşaqlar 3 modellə öyrənə bilirlər, hər hansısa bir anlayışı. Bunlardan birincisi hərəki əsaslı öyrənmədir. Yəni hərəkət əsaslı öyrənmədir. Bu zaman artıq Piaget'in nəzəriyyəsi ilə ortaq olan nöqtəni artıq öz gözümüzlə də görmüş oluruq ki, bəli, Piaget'in nəzəriyyəsində də ilk addım hissi hərəki mərhələ idi və bu mərhələdə uşaqlar məhz reflekslərlə, hərəkətlərlə öyrənirdilər. Və burada da görürük eyni şeyi. Görürük ki, Brunnerdə ilk model kimi bizə hərəkət əsaslı öyrənməni təklif edir. Yəni o bizə izah edir ki, uşaqlar əsasən burada həyatlarının ilk mərhələlərində, ilk anlarında, ilk dövrlərində olurlar.
Ona görə əlbəttə ki, burada hərəkətin rolu danılmazdır. Və bir uşaq bu yaşlarında ilkin dövrlərdə daha çox toxunaraq öyrənir. Əl-qol hərəkətləri ilə, bədən üzvləri ilə tamamilə reflekslərə əsaslanır və bu da uşaqlarda öyrənməni məhz bu yolla olduğunu göstərir. Yəni biz bu mərhələdə hər iki modeldə məsələn şuurdan, daha sonra məntiqi mülahizələrdən danışa bilmərik. Amma məhz hərəkətdən danışa bilərik ki, çünki həqiqətən də onların reaksiyaları məhz reflekslər üzərində qurulub. Və körpə yaşlarında olduğuna görə, məsələn, onlar simvolları da anlamazlar, onlarda simvolik düşüncə də olmaz. Hətta siz körpə uşağa bir şəkillə nəyisə başa salmaq istəsəniz belə, təbii ki, o bunu anlamayacaq. Yəni, bax, Brunner'in Piaget'dən fərqləndiyi nöqtələrdən biri də budur müəllimlər. Brunner bizə söylüyor ki, Piaget bunu çox ümumiləşdirir, eyniləşdirir. Deyir ki, hər kəs bu mərhələlərdən keçir, hər kəs bu yaşlarda öyrənə bilər, bu yaşlarda öyrənə bilməz. Amma Brunner bizə söylüyor ki, yaşdansa daha çox sənin onun öyrənməsində nələri nəzərə aldığındır. Yəni hərəki modelə görə sən uşaqlarda məhz hərəkəti nəzərə alırsansa, bu cür öyrədirsənsə, deməli o öyrənəcək. Yəni artıq burada fərqi yoxdur. Çətin anlayış, asan anlayış. Ümumiyyətlə sən ona bir şey öyrədə bilirsən. Və şəkildə də görürsüz, daha çox oyuncaqlarla oynayır, toxunur. Baxın, özü praktikadan keçirir, özü üst-üstə qoyur. Yəni toxunaraq reflekslərlə hər iki mərhələdə uşaqların öyrənməsi baş verir. Bəs ikinci model nədir? İkinci model ikonik model adlanır müəllimlər. Bu mərhələ əslində vizual mərhələ də adlana bilər. Yəni bunu həm vizual mərhələdə, vizual model kimi də görə bilərsiniz, həm də ikonik model kimi də görə bilərsiniz. Artıq bu mərhələdə uşaqlara siz şəkillərlə və yaxud hər hansısa bir model vasitəsilə nəyisə başa sala bilərsiniz. Yəni görürsünüz, yaş çəkmirik ki, demirik ki, hər hansısa bir yaşda olmalıdır. Əsas bizim necə öyrətdiyimizdir. Məsələn, biz bu ikonik modeldə də uşaqlara daha çox hərəkətlə öyrənsək, bu bəs eləməyəcək. Yəni bu artıq elə bir dövrdür ki, burada həmin o hərəkətlərlə həmin o görünüş, vizual vasitələr birləşməlidir. Bunlar bir-birinə inteqrasiya etməlidir ki, həmin uşaq bunları öyrənə bilsin. Baxın, birinci mərhələdə, yəni birinci modeldə ancaq hərəkətdən danışdıq. Toxunmaq, fiziki hərəkətlər, əl-qol hərəkətləri, əl vurmaq. Məsələn, oyuncaqlar ona görə də daha çox səsli olur. Fikir verirsiniz də, körpəlik vaxtında uşaqlar daha çox səs-küy verən bir oyuncaqla oynayırlar. Bax, bu onların refleksiya ilə, ancaq reflekslərlə düşündüyünün də göstəricisidir. Amma ikinci modeldə, ikonik modeldə həmin hərəkətlər artıq vizualla, görüntü ilə birləşir və uşaqlar bu cür öyrənirlər. Artıq siz onlara toxundurmaqdansa, siz onlara həm də göstərərək öyrədirsiniz. Məsələn, nəyisə şəklini göstərərək ona rahatca o informasiyanı versəniz başa düşəcək. Məsələn, şəkildə də baxın, tutaq ki, kəsirlərin müqayisəsini pizza dilimləri ilə şagirdlərə, uşaqlara başa salmaq olar. Daha sonra məsələn, əvvəl heyvanları bəlkə də ancaq səsləri ilə tanıyırdı, amma indi şəkil göstərərək, yəni onu vizual vasitələrlə birləşdirərək uşaqlara öyrətmək olar. Və yaxud oyuncaq modeli kimi, modelin özünü göstərmək olar, şəkillər göstərmək olar. Ona görə də sözləri, anlayışları məhz bu modelə görə şəkillə göstərmək daha uyğundur. Çünki görür və həm hərəkətlə, həm eşitdikləri arasında bir inteqrasiya yarada bilir, görərək daha yaxşı anlayır. Yaxşı, bəs Brunner'in bizə təklif etdiyi üçüncü model hansıdır? Bu simvolik modeldir. Müəllimlər, simvolik modeldə əsasən dilin rolu çox böyükdür. Və burada daha çox simvollardan istifadə olunur. Ona görə modelin belə bir adı var, simvolik model. Yəni, əvvəl şəkillə özünü göstərirdi hər hansısa bir anlayışın, amma indi isə hamısı birləşir və o şəkillər daha çox simvollarla əvəz olunur. Məsələn, daha çox riyaziyyat üzərindən danışacağıq, çünki bilirsiniz də, əsasən uşaqlarda elə saymağın özü, məsələn, oyuncaqlarını, əşyalarını saymaq, onları toplamaq, çıxmaq. Məhz bu əməllərlə öyrəndiklərinə görə riyaziyyatın da rolu burada çox vacibdir. Ona görə gəlin nümunələrimizi riyaziyyat üzərindən səsləndirək. Baxın, məsələn, simvolik modeldə biz artıq deyirik ki, şəkil göstərməkdənsə həmin o simvollarla ifadə eləsəniz daha yaxşı olacaq.
Yəni abstrakt düşünmə nədir? Daha əvvəllər Piaget-də söylədiyimiz kimi də uşaqlar toplayanda barmaqları ilə hesablayırlar. Çünki barmaqla görməyidir, gözü ilə görməyidir, həm də hərəkət elətdirir əlini və bir cavab tapır. Tutaq ki, 2-nin üzərinə 3 gəlir və s. Amma indi kəsirləri hesablamaq üçün, vurmaq üçün, bölmək üçün və yaxud ixtisar aparmaq üçün onların simvolları görməyə ehtiyacı var. Yəni bir simvolu görərək daha yaxşı öyrənirlər. Amma fikir verin, daha az yaşlarında olanda, daha əvvəllərdə məsələn simvolla danışsanız, izah eləsəniz, başa düşməyəcəklər. Kəsirlərin ixtisarı olsun, ədədlərin bölünməsi olsun, vurulması olsun. Gərək o toplamanı məsələn ancaq əli ilə baxardı, barmaqları ilə toplayardı. Və simvolik modelin də fərqi artıq burada görünür ki, bəli, onlar sadəcə hərəkətlə və yaxud şəkillərlə öyrənməzlər. Bu artıq onlara tam bəs eləmir. Onlar üçün rahat olan odur ki, simvol sistemləri ilə. Baxın şəkillərdə. Məsələn, ixtisar edir. Görürsüz, buradakı yazılan x-lar onu göstərir ki, şagirdə. Bax, biz bunları ixtisar edirik. Bax, o x-ların önəmi həmin şagird üçün çox önəmlidir. Çünki o simvol onu artıq başa salır ki, bu ixtisar deməkdir. Və yaxud çıxma olsun, toplama olsun, vurma olsun. Bax, bu simvollarla daha yaxşı öyrənirlər. Ona görə təklif edirik ki, uşaqlara bu simvolları əvvəlcə birbaşa əzbərlətdirməkdənsə, buna məcbur etdirməkdənsə, bax bu proses yavaş-yavaş getməlidir müəllimlər. Bax burada danışdığımız modellər hamısı ard-arda olmalıdır. Yəni birinci onların hərəkətlə öyrəndiyini nəzərə alaraq məhz toxunmalarını təklif etmək, yəni toxunmağı onlar üçün yaratmaq, bu şansı vermək ki, bax toxuna bilərsən, bu oyuncaqlarla, bu əşyalarla oynaya bilərsən, özün praktikadan keçirə bilərsən, nə bilim, kəsə bilərsən, doğraya bilərsən, yaza bilərsən, poza bilərsən. Əsas hərəkətlər önəmlidir. Amma bir müddət sonra məhz görüntü. Yəni burada özünün barmaqları ilə tutaq ki, hesablamağındansa, daha yaxşı ona baxın pizza dilimləri ilə də əşyaları üst-üstə qoymaq bəs eləmir. Artıq toplamaq üçün şəkillər, diaqramlar, bax bu zaman daha yaxşı öyrənirlər həqiqətən də. Amma axırıncı dediyimiz modeldə artıq daha da püxtələşir sanki və modellərdən istifadə olunur, simvollardan. Hər fənnin özünə görə. Düzdür, biz indi yalnız riyaziyyatdan nümunələr çəkdik, amma hər fənnin özünə görə bu ola bilər. Müəllimlər, Brunerin nəzəriyyəsinin gəlin adını çəkdiyimiz nəzəriyyələrlə həm fərqlərinə, həm oxşarlıqlarına baxaq. Çünki mən modellərdən danışandan sonra da artıq avtomatik gördünüz ki, həqiqətən də burada çox oxşar məqamlar da var, amma zidd olan məqamlar da var. Gəlin əvvəlcə Brunerin nəzəriyyəsinin Lev Vygotskinin nəzəriyyəsi ilə nə kimi oxşar cəhəti var. Gəlin əvvəlcə ona baxaq. Müəllimlər, dedik ki, dil. Çünki Lev Vygotskidə dilin öyrənmədəki rolundan maksimum şəkildə istifadə edirdi, tətbiq edirdi. Deyirdi ki, öyrənmədə mərhələlər önəmli deyil, öyrənmədə yaxın inkişaf zonasıdır önəmli olan. Çünki burada daha təcrübəli birindən öyrənirsən. Bax, Bruner də həm də bunu deyir. Deyir ki, müəllim düzgün istiqamət verməlidir, düzgün dəstək verməlidir ki, uşaqlar öyrənə bilsin. Bax, bu hər iki nəzəriyyənin toqquşduğu, yəni ortaq məqamlarıdır. İndi isə gəlin Brunerin nəzəriyyəsinin həm də Piaget ilə oxşar cəhətlərinə baxaq. Uşaqların özlərinin kəşf etməyi, bəli, özlərinin praktikadan keçirməyi. Bunu dərsin əvvəlində də biz söylədik. Yəni, əgər özü görməsə, dərk eləməsə, hərəkətdən keçirməsə, məsələn, riyaziyyatdan vurmasa, bölməsə və yaxud siz ona simvollarla izah eləməsəz, şəkillərlə izah eləməsəz, xeyri yoxdur. Yəni, hər iki alim bu fikirdədir gördüyünüz kimi. Amma ayrılan cəhət də budur. Brunerin Piagetdən ayrıldığı məqam bax budur. Deyir ki, mütləq bunu yaşla bağlamaq lazım deyil. Yəni burada Piaget bizə dəyişməz olduğunu vurğuluyor ki, mütləq bu yaşlardan, bu mərhələlərdən keçilir. Amma əsasən yaş önəmli deyil. Əsasən bu mərhələlər önəmli deyil. Əsas olan odur ki, istənilən yaşda öyrədə biləcəyini anlayasan. Amma Piaget bizə bunu demirdi. İstənilən yaşda öyrədə bilərsiniz və yaxud uşaqlar öyrənə bilər. Bu fikri dəstəkləmirdi Piaget. Bax, məsələn, əsas fərqlərdən biri də budur. Müəllimlər, indi isə sizə əsasən burada bir anlayış var, o haqda danışmaq istəyirəm. Spiralvari kurikulum.
Bruner'in bizə təklif etdiyi məqamlardan biri də budur. Nə deməkdir spiralvari kurikulum müəllimlər? Məsələn, bir indi diaqram çəkə bilərik özümüzdən. Bax, tutaq ki, bu halqaları görürsüz də yəqin ki, bax, bunların nə məna və düzdür, səliqəsiz çəkdim. Amma əsas odur ki, bu nəyinsə çoxalmaq, genişlənmək mənasını verir həmişə. Bax, Brunerin də bizə təklifi budur. O bizə deyir ki, siz uşağa sadəcə bir şey göstərib və yaxud bir şey haqqında danışıb, ondan gözləməyin o abstrakt bir anlayışı öyrənsin. Əgər siz bunu bu cür qısa formatda eləyəcəksinizsə, əlbəttə öyrənə bilməyəcək. Siz addımlarınızı get-gedə çətinləşdirin, get-gedə dərinləşdirin. Spiralvari kurikulum bu deməkdir müəllimlər. Yəni siz birdən-birə hər hansısa bir konsepti, anlayışı, mücərrəd bir hər hansısa bir amili birdən-birə öyrədə bilməzsiniz. Gərək addım-addım olar. Dəfələrlə bir işi görsün, bir neçə dəfə tətbiq eləsin, ayrı-ayrı ideyalar reallaşdırsın. Yəni məsələn Piaget buna çox birmənalı yanaşır da. Yəni işi verirsən, tətbiq eləyə bilirsə, bax o mərhələnin xüsusiyyətləri onda var. Eləyə bilmirsə yoxdur. Amma gördüyünüz kimi Bruner bir neçə dəfə şans verməyimizi istəyir. Deyir ki, bir neçə dəfə təqdim eləyin. Yəni bir dəfə öyrətməyin. Məsələn, ancaq bir dəfə başa saldım, bitdi, olmasın belə. Əlbəttə ki, onu tam dərk edə bilməz. Amma siz ona dəfələrlə, bir neçə dəfə cəhd eləsəniz, müxtəlif şəkillərlə, diaqramlarla, o bu anlayışı anlayacaq. Bax, spiralvari kurikulumunda əsas məntiqi budur. Yəni, inkişaf mərhələlərini nəzərə alın, addımlarınızı daha dərinləşdirin, birbaşa mürəkkəb səviyyədə reallaşdırmayın. Bax, bu zaman kognitiv proseslər uşaqlarda daha rahat gedəcək və onlar hər hansısa bir anlayışın əsas prinsiplərini anlayacaqlar. Bəlkə də ola bilər, %100 tam anlamaz, amma əsas prinsiplərini anlayacaqlar. Müəllimlər, nəzəriyyəmizin əsas mənası budur. Yəni, sizə burada bir neçə şey lazımdır ki, baxın, öyrənmədə şagirdin aktiv olması prinsiplərimizdən biri budur. Mütləq ki, aktiv olmalıdır. Yəni, biri var ki, passiv şəkildə biliyi qəbul eləsin. Biri də var ki, aktiv olsun, dinləsin, öyrənsin, onu tətbiq eləsin, onu paylaşsın. Hətta əvvəlki bilikləri ilə onu inteqrasiya etdirsin. Mövcud bilikləri ilə onu birləşdirsin. Yəni, bax, bu olsa, aktivlik olsa, bəli, artıq ona istəsəniz konkret, istəsəniz mücərrəd anlayışlar, fərqi yoxdur. Bunları öyrətmək mümkündür. Və bu nəzəriyyədə əsas məqam Lev Vygotskin nəzəriyyəsi ilə, bəli, dilin, sosial bacarıqların önəmli olmasıdır. Çünki ünsiyyət qurmaq lazımdır öyrənmək üçün. Müəllimin izahı lazımdır, müəllimin verdiyi istiqamət lazımdır. Piaget ilə ortaq cəhəti uşaqların tətbiq edərək öyrənməsi, uşaqların özlərinin icra etməsi. Amma fərq də buradadır ki, məhz bunu yaşlara, mərhələlərə bölmək və bunu dəyişməz bir şərt kimi qəbul etmək düzgün deyil. İstənilən yaşda öyrədə bilərsən kimisə. Və bunun üçün əsasən 3 modeldən istifadə edəcəksiniz. Hərəkət əsaslı dediyimiz toxunaraqdır, əl-qol hərəkətləri, praktika, ikonik vizual dediyimiz şəkillərləndir müəllimlər. Yəni bir modelin özünü göstərməklədir və yaxud hadisənin özünü göstərməkdir. Amma simvolik isə simvollarla, yəni görürsüz, daha get-gedə balacalaşır. Yəni daha qısa işlər görərək sən həmin uşağı öyrədə bilirsən. Və əsasən burada dərsliklərinizdə də var yəqin ki, dərslik deməyə vəsaitlərinizdə spiralvari kurikulum haqqında da qeydlər yazılıb. Bunları da öyrənərək siz bu nəzəriyyənin öhdəsindən gələ bilərsiniz. Növbəti dəfə isə, növbəti hissədə isə Brunerin bizə təklif etdiyi tədqiqat əsaslı öyrənmədən danışacağım sizə müəllimlər. Mütləq dərsimizi dinləyin, başa düşmədiyiniz nə sual varsa rəylərdə qeyd edin. Videomuzu bəyənin, paylaşın müəllimlər, paylaşın, biz də sizə dəstək olaq və bu cür izahlardan yararlanın. Əgər ödənişli dərslərimizlə maraqlanmaq istəyirsinizsə, 055 527 25 99 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.